Birazdan atamın 70 illiyinə həsr olunmuş tədbirə gedəcəm və istəyirəm sizə mənə erkən yaşda aşıladığı həyat dərsi haqqında danışım. Mən şəhərin göbəyində böyümüşəm, şəhər məktəbində təhsil almışam və xoşumuza gəlsə də, gəlməsə də daha modern mühitlərdə böyüyən uşaqlar həyatın negativ aspektləri ilə də daha erkən yaşda üz-üzə qalır. Atam uzaq görən adamdır və bu həqiqətin də fərqində idi. Hardasa 10-11 yaşım olardı, götürdü bakalın dibində 20 qram çaxır süzdü, qoydu qabağıma ki, götür iç. Mənim də bir xasiyyətim var, əgər bir yeməyin, içkinin qoxusu xoşuma gəlmirsə, onu yeyib içmək istəmirəm. O yaşlarda bir uşağa da çaxırın qoxusunun xoş gəlmək ehtimalı çox zəifdir. İylədim, üzümü turşutdum, dedim ki, içmək istəmirəm. Dedi ki, götür dadına bax, xoşuna gəlməsə içmərsən. Nəysə bir qurtumu aldım, təbii ki, ağzımı zəhər kəsdi, elədim, qoydum qırağa. Amma həmin gün atamın mənə dediyi sözlər heç vaxt yadımdan çıxmadı. Dedi ki, əgər kimsə çöldə, bayırda gətirsə sənin qabağına içki qoysa, desə ki, götür bunu iç, çox əladır, çox xoşun gələcək, bil ki, içki bundan artıq bir şey deyil. İçirsən, zəhər kimidir, sonra da başın ağrıyır. 17-18 yaşımda atamın da təxmin elədiyi kimi ətrafımda gizlin alkoqol içmək istəyən yaşıdlarım peyda oldu. Amma erkən yaşda aldığım həmin dərs məni şuurlu qərar verə bildiyim yaşa qədər bu tələdən qorudu. Buradan iki şey başa düşdüm. Birincisi, uşaqları öz tərbiyə aldığımız mühitə yox, onların yaşadığı mühitə uyğun yetişdirməliyik. İkincisi də azadlıq yoldan çıxmaq deyil, özünə faydalı olanı seçməyi öyrənməkdir.